Salam uşaqlar, 3 mart 2024-cü ildə buraxılış imtahanlarda düşmüş suallardan gəlin biri ilə tanış olaq. Ümumiyyətlə, baş və budaq cümlə uşaqların çoxunun yaralı yeridir. Ona görə istədim bu sualın izahına bir yerdə baxaq. Ümumiyyətlə, baş və budaq cümlənin yerini təyin etmək lazımdır bu cür suallarda birinci. Burada baxırıq biz əgər bağlayıcısı var, əgər tabelik bağlayıcısı, burada isə hissəciyi var. Və bütün bunlar bizə göstərir ki, öncə nə gəlib? Budaq, daha sonra isə baş gəlib. Çünki tabelik bağlayıcılarından şərt bağlayıcıları olanda birinci budaq, daha sonra baş cümlə gəlir. Eyni zamanda burada bir isə hissəciyi də işlənibdir. Ona görə baş və budaq cümlənin yerini müəyyən etdik. Elə buradan baxırıq ki, B bəndimiz səhvdir. Bəs yaxşı, A-da nə var? Tərkibindəki hər iki cümlədə köməkçi nitq hissəsi işlənmişdir. Bəli, burada əgər var, şərt bağlayıcısı var. Burada isə gəl ədatı var. Sonra baş cümlə feili xəbərlidir. Baş cümləmiz bildik ki, ikinci tərkib hissədir. Burada da bəhs eləyək var. Bəli, feili xəbərlidir. Tərkibindəki cümlələr müəyyən şəxsli sadə cümlələrdir. Əgər şairsənsə, yəni sən şairsənsə, müəyyən şəxsli cümlədir. Gəl eləyək bəhs, yəni biz bəhs eləyək. Bu da müəyyən şəxsli cümlədir. Budaq cümlə baş cümləyə müxtəlif vasitələrlə bağlanıb. Bəli, iki vasitə ilə bağlanıb. Həm tabelik bağlayıcısı, həm də isə hissəciyi ilə.